Bu videonu izlədikdən sonra həyatı daha asan yaşamağa başlayacaqsan, özünü daha yüngül hiss edəcəksən və daha rahat nəfəs alacaqsan. Bir çox insanın həyatında uğursuz hiss etməsinin, özünü dəyərsiz hiss etməsinin ən böyük səbəbi uşaq vaxtında böyüdüyü ailədə valideynlərin soyuq xarakterdə olmasıdır. Məhz 0-7 yaş aralığından, yəni ana bətninə düşdüyü andan 7 yaşına qədər əsas şuuraltı proqramların yazıldığı bir vaxtdır. Əgər ata və ya ana uşağa qarşı sevgini, qayğını göstərməkdə az və yaxud da hər hansı bir şərt qarşılığında bunu verirsə, bu zaman şuur altında bu formalaşır. Mən sevgiyə layiq deyiləm. Mən qayğı görməyə, dəstək almağa layiq deyiləm. Ya da mən sevgi və ya dəstək almaq üçün mütləq yaxşı bir şeylər eləməliyəm, mütləq özümü sübut eləməliyəm. Çox sevgi istəsəm rədd edilərəm. Çox sevgi istəsəm mən tərsliklə, mamamın tərs davranışlarla qarşılaşa bilərəm və yaxud da atamın. Bu şəkildə bir çox insan əslində yetkin yaşda da bu qəliblərlə, bu frekanslarla yaşamağa davam edir və həyatda nə sevgini, nə qayğını, nə maddi yüksəlişi dada bilmir və bunu taleyi ilə, bəxtlə əlaqələndirir. Hər bir uşaq bu cür davranış qarşılığında ilk öncə özünü günahlandırmağa başlayır. Yəqin ki, məndə nəsə problem var, yəqin ki, məndə nəsə eksikdir. Amma bugün mən sizə bir açıqlama vermək istəyirəm. Əslində, valideynlərimizin də valideynləri tərəfindən aldığı və böyüdüldüyü tərbiyə, onların sevgini anlaya bilməməsi, sevgini göstərə bilməməsi, sevgini daha çox narahatlıqla göstərməsi, sevgini daha çox həyəcanla göstərməsi, bütün bu hallar onlarda bizə qarşı olan sevgini düzgün göstərməməklərinə və bizə o sevgini düzgün ötürə bilməməklərinə səbəb olub. Çünki valideynlər uşaqları üçün narahat olduqları zaman daha çox narahat olmaq, daha çox həmin onu sıxmaq, qısqanmaq, qısıtlamaq, daha çox onun üçün gələcəyi ilə bağlı narahat olaraq, daha çox şiddətə meyil göstərmək və bu kimi hallarla rastlaşır. Və çox təəssüflər olsun ki, bizim valideynlərimiz, bu nəsil valideynlər hansı ki, hal-hazırda biz bu videoya baxanların demək olar ki, 99% bu nəslin övladlarıyıq. Onlar üçün əsas sevgi göstəricisi uşağı tərbiyəli böyütmək idi, onlara düzgün tərbiyə vermək idi və buna görə də daha çox sərtliklə, daha çox nə isə almaqla, qadağalar eləməklə sevgini göstərirlər və bu cür onlar, çünki bu valideynlər həqiqətən qorxurdular ki, əgər mən uşağımı tərifləsəm, əgər onu çox sevsəm, bu uşaq sözün məcazi mənasında qudurar, artıq heç oxumaz və yaxud da artıq uğur qazanmaz və əslində hər zaman narazı olaraq yetərli deyilsən, biraz da çox oxu, biraz da yaxşı oxu, biraz da çox işlə deyərək əslində bizi və eyni zamanda da sizi daha çox motivasiya edirdilər və motivasiya etmənin tərifləyərək, dəstəkləyərək olan formasını deyil, danlayaraq, daha çox narazılıq bildirərək olan formasını bilirdilər. Yəni, əslində, sizin daxilinizdə olan dəyərsizlik duyğusu, layiq olmama duyğusu, sevgi ala bilməmə duyğusu, sevgini dərindən hiss edib göstərə bilməmə duyğusu, əminəm ki, və bu duyğuları yaşayan biri olaraq öz övladınıza da doya-doya bu duyğuları ötürə bilməmə duyğusu və buna görə sizdə olan narahatlıq, mən yaxşı valideyn deyiləm hissləri. Bütün bunların tək səbəbi var ki, siz uşaq yaşınızda valideynlərin sizə olan davranışını birbaşa özünüzlə əlaqələndirmişsiniz və düşünmüsünüz ki, yəqin ki, məndədir problem. İndi isə mən sizə deyirəm ki, əslində bu yaşda olan bütün valideynlərdə ümumi olaraq sevgini sadəcə bu şəkildə göstərə bilirdilər. Və əgər siz bu duyğulardan, yəni daxili uşağınız üzərində işləyəndə, daxili uşaq obrazınız, daxili valideyn obrazınız üzərində işləyəndə, bütün bu inancları və bütün bu sizə yük olan duyğuları dəyişdirəcəksiniz. Çünki daxilinizdəki uşaq obrazının əslində ən çox sizə ehtiyacı var. Bəli, daxili uşaq obrazınızın əslində valideynlərin sevgisindən daha çox sizin onu sevməyinizə ehtiyacı var. Siz onu sevmirsiniz çünki siz elə bilirsiniz ki, onu valideynlər sevmir. Amma siz onu sevməyə başlayandan sonra daxilinizdəki uşaq obrazı əsla hər hansı bir sevgi acılığı yaşamayacaq, hansısa bir qarşı cinsdən, partnerdən, sevgi cəhətdən asılı olmayacaq. Bu asılıq həm özünü maddiyyatda göstərəcək, həm özünü mənəvi sevgi cəhətlərində. Bir sözlə, əgər bizi istəyiriksə sağalmaq, həqiqətən şəfalanmaq, özümüzü daha çox
xoşbəxt bir gələcək hazırlamaq, daxili uşaq obrazı üzərində və daxili valideyn obrazı üzərində işləmək mütləqdir. Çünki bu obrazlar üzərində işləyəndə özünüzə yenidən və fərqli bir baxışla baxa bilirsiniz. Daxilinizdəki uşaq daha özgüvənli, daha sevilən, daha bacarıqlı olan tərəflərini siz ona deyirsiniz və o sizə inanır və artıq valideynlərə qarşı olan sevgi, açlığı bitir. Dəyişib elə də çətin deyil. Yetər ki, sən sadəcə mən istəyirəm və hazıram de.